Tutaq ki, hər hansı bir universitetə daxil oldu və s. universitetdə oxudu, yaxşı, pis, bitirdikdən sonra indi magistratura və hər nəsə və adət üzrə o ölü vaxtdan nətər çatır. Universitet, magistratura əgər varsa, sonra iş yeri və bu iş yerində yavaş başlayır paslaşma, yavaş ölməyə. Və burada kənardan qulağını çəkən yoxdur. Buradan dur get oxu deyən yoxdur. Dur təzə bir kitab oxu deyən yoxdur. Arada bir Instagramı əlinə alanda və ya TikToku əlinə alanda çevirəndə qabağına Nəcəf müəllim çıxır, deyir ki, yenə də avaralanırsan, qoy zəhrimarı qırağa, get işlərini gör, deyir və yaxud da ki, deyir ki, başla marafonu başlayır, deyir ki, nə bilim, heç nə olmaz, dünən söz vermişsin özünə, başlamamısan, büyündən başla, amma bu kifayətləmir. Ona görə insanlar bilməliyik ki, bəlli bir yaşdan sonra o bizi arxadan itələyən yoxdur və bu yerdə insanlar iki yerə bölünür. Bir qism insanlar artıq onları itələyən yoxdur, onlara motivasiya verən yoxdur, onlara hansısa bir çağırış verən yoxdur. Onların bir qismi paslanır və o komfort zonasında, hansı ki realda komfort deyil, adı komfort, qalır yavaş paslanır, çürüyür, ölür və bir qism insan isə başa düşür ki, yox, belə olmaz və özünü öz qulağından çəkib hərəkət etdirməlidir.